Ermənilər. Bir də əsasdakı nəyə görə açmışam, sizə deyim də. Videolarımız adım yayılıb baxın. Qaqanız partı. Adımı dedi, axşamınız xeyir, toyuqlarının səsinə quzu kəsin. Demədə ata. Dostlar, yəqin görübsünüz videoları paylaşıblar da, qardaşımla danışırıq. Bölmədə. Babşım, o videolar yayılıbdır, yayıblar, çox sağ olsunlar. Həqiqətən də mənə xeyir donsuz da, mən orada heç bir şey, orada necə deyim sizə, üzürü bir şey yoxdur ki, mən bu dəqiqə sizdən üzr istəyim. Belə bir şey deyim, yenə deyirəm, YouTube nə deməkdir? YouTube o deməkdir ki, sən əyləncəli konsept yəni ki, təqdim eləməsin öz xalqına. Mən də onu eləyirəm. Prosto orada səhvliyim nə idi? Səhvliyim olub ki, 190 manat adını çəkmişəm. İnsanlar da səhv başa düşüb. İnsanlar elə başa düşüb ki, güya mən 190 manat pul almışam və 190 manatı gedib qarpız alıb partlatmışam. Amma əslində elə bir şey olmuyubdur. Mən qarpızı 2 gün qabaq almışdım. Video çəkmək istədim. Sadəcə az almışdım. Almışdım 30 dənə qarpız. Plaşet göstərirəm deyə, plaşet deyə burada. Almışdım dostlar 30 dənə qarpız. Ona görə də sabahki gün getdim yenə 30 dənə qarpız aldım ki, qardaşımla yarışa bilək. 190 manatı biz nə elədik? Mən sizə başlarım. 100 manatın qardaşım qoydu, 100 manatını da mən qoymuşam. Yarışma keçdi. Survivor'da yadınızda ikinci sosial yardım almışdım mən belə. Sosial şəbəkələr partlatdı ki, torbamı tikdilər də bir sözlə yəni ki. Gid-gid səhifələr başladılar paylaşalar ki, 190 manat alıb harınlayıblar. Harınlamağı nə dəxlisi bura? Məncə nə harınlamağı? Elə danışsız ki, elə bir ki, milyonerəmlə nəyəm harınlayam. Dünənə bu günə kimi cibimdə 1 manat pul yox idi. Bu gün 5-10 manat pul qazarıq, elə gid-gid danışsız. Bu gün bizə əyləncəli konsept lazım deyil. Yox, bu günlər yox, əstəğfurullah. Mən bu gün demirəm ki. Biz yəni onu demək istəyirəm ki, əyləncəli konsept sizə təqdim eləyirdim, yəni ki. İnşallah dostlar, yəni Allah rəhmət eləsin şəhidlərimizi. Yəni nə deyim? Belədir ki, biz də hazırıq da, yəni ki. Beləyimə baxmayın, mən ömrü boyu, mən yenə deyirəm, bu mənə tənqid kommentləri yazan insanlar var, ha. Mən 2011-də dünya çempionatında Azərbaycan bayrağını dalğalandıranda onlar evdə yoğurt yeyirdi, yəni ki. Süd əmirdilər. Nə edirsən, zor edirsən. Öpürəm qaqam, çoxsa. Onsuz da zor edirəm belə çıxmasın. Deyim də nəyə görə? Yenə deyirəm, mənim kanalım Dəlisov kanaldır. Mən liboy bir şey eləyə bilərəm. Bu günlər mən qarpızla partlara bilərəm. Sabahları mən imkanım olsa, nə bilim, maşını da alıb, zapı məsələn söz vermişdimsə, zapı da alıb partlara bilərəm. Sadəcə icazə vermirlər. Nəyə görə? Çünki cinayətdir də, həqiqətdən də. Kasblara kömək elə imkanım varsa qaqa. İmkanım belə deyim sizə dostlar, sizə kim deyir ki, mən kasblara kömək eləmirəm. Yenə deyirəm, Quranın dediyi kimi, kasblara kiməsə kömək edirsənsə ümumiyyətlə, sağ əli verdiyini sol əli bilməli deyil. Qaydı qanun budur. Mən də o qaydı qanuna riayət edirəm. Quranda nə yazılıbsa biz də ona düzgün istiqamətdə yolumuzdan gedirik. Bilirəm ki, dostlar, burada hamı dəstəkləyir məni. Sadəcə olaraq məni istəməyənlər var. Siz necə söhbətdir? Mənim kanalda 21 milyon adam var. Sizin fikrinizdə 21 milyon əhalidən məni 1 milyon istəməyəcək. Polimom el olacaq. İstəməyənlər də var. Sıraz 100 dənə tənqid yazdılar ki, nədir Ruslan Ataxçəli? Onu da ki, bacardılar da ya. Nə deyim, halaldır sizə. Dərsini verdilər, babat. Fariya, get topundan oyna da. Dodağını şişiribsən silikondan bilə. Hələ oturubsan burada vətənpərvərlik eləyirsən. Silikon dodaq. Mən yenə deyirəm, mən 2011-də ömür boyu da Azərbaycanın bayrağını dalğalananda sən dodağını silikonluyurdun elə təzə-təzə. Boynu yoğun. Süleyman, etdiyin danışmaq lazım deyil. Mən də onu deyirəm, etdiyini danışmaq lazım deyil. Mən məsələ, kimdir, Zevs nə eləyir? Zevs indiyə kimi nə eləyib vəbşə? Qoşuram dostlar hamınızı, göndərin, problem deyil ya. Salam qaqa, Sumqayıtarasan. Necəsən, brat? Sağ ol qaqam, sən nə tərsən? Gəl. Ha, brat, nə var, nə var? Nə edirsən? Heç, bekarsan. Sən üstümə niyə belə gəlirlər, bunlar? Üstümə cəhənnəmə qaqa, bildin də, mən apardılar, atdılar. Ay millət, qurban olaram sizə. Bizim bir dənə market videomuz var, bilmən baxmamışsınız, 700 neçə manatlıq bazarlıq eləmişdi. Mən baxmışam qaqa, 700 neçə, ona qalsa elə israfçılığı siz eləyibsiniz də, siz orada basın. İsrafçılıq saymında, qurban olun, biraz beyninizi genişləndirin də, belə türklər maşın partladır ya. Qurana mənim imkanım yoxdur, maşın partladım özüm olum. İndi səhv olub 190 manatı şeydir,
Kəlməsi demişəm Hərə də. bir sürü xərcləyir də. Mənə bizənlə maraqlıdır. Mənim zevsinə işimizam keçmir. Yaltaqlara beləmirəm ha. Quramımızdan olsun, mənim zevsinə belə pısmasın. Suyum ondan keçmir, bir şey bizim. Prosta o 190 manatı alıb bazlığa gedən oğlanlar indi bilə bundan aşıqqa tuturlar. O bəs dilində, bir öz millətimizdir də. Niyə belə sıxırsınız cəmaatı? Əgər hoş keçinərsə fikir vermirəm Allah'ın da olsun. Biz qaqaş Niyə yolumuzu birinin davam belə edirik. şey eləməyə pis olmağı bilə sizə bu qədər ləzzət eləyir. Eyvah. Bəs dilində millət qurban olaram. Kimin ne oldu ağ üstüne gelirsin? Ailemin, Kur'an'ın dostu yaraşmıyor, bizim millete yaraşmıyor. Allah'ın dostu eləmin millet. Mənə burada takip eden dostlarım, mənə follow eden dostlarım, izləyicilərimdən xahiş edirəm ki, gelmeyin üstüne. İnsanı iğrəndirmeyin işindən. İndi Ay qaqa biz fikir vermirik. Ya fikir versəydim atardım işimi. Nədən? səhv eləyib ha, səhv eləyib. İnsan hansımızın səhvi yoxdur ki. Söhbət yox, amma orada səhvli bir şey yoxdur, mən yenə deyirəm. Özün bilirsən də, Laf video çəkmişəm, tutaq səhv eləmişsən də, laf tutaq. Hə, tutarmış da məsələn. Laf tutaq səhv eləmişsən də. İndi millət hamımız azcanlıyıq, qurban. Bir dənə səhvə görə adamı məhv eləmir. Yaxşı? Allah'ın Şeroşka. İçim kesmir bir şey. Aycan. Qoşulmaq istəyən nə var, bir dənə onları qoşum, sən indi qoşaram da. Ha, öpürəm ata, heç nə Öpürəm sənə. Belə şey. Yaxşı. Sağ ol qardaşım. Çox sağ ol. Dəstəyəm, qardaş. Dəstək edildim. Yəni, Öpürəm. tək hiss eləmə özünü. Öpürəm bura. Öpürəm, çox sağ ol. Ənəs dostlar, göndərin, qəbul edin. Birincisi, mən yenə deyirəm, mən əgər nəsə bir səhvli eləmişəmsə, 100 dəfə də üzr istəyərəm. Amma fakt odur ki, qarpız partlatmışıq deyə o demək deyir, mən israfçılıq eləmişəm. Mən yenə deyirəm sizə. Mənim videom var ki, iPhone yandırmışam. Belə pis çıxmasın, Allahın yaratdığı lüboy şey nemətdir. Onun fərqi yoxdur yəni. Ki, onsuz israfçılıq sayılır. iPhone yandırmaq, hellə çinmək, nə bilim bizonla çinmək, nə bilim başqa bir şeylər. Hamısı israfçılıqdır. Amma onlar çəkəndə nə oldu? Like qoyurdunuz. Qarpız partlatdıq. Nədir? Adımıza ləkə gəldi, başa düşmədim. Partlatmışam, yaxşı eləmir. Ona dəxləsi var. Mənim konseptim budur. Sadəcə olaraq mən səhvim nə olub? 190 manatı istədim ki, sizə bildirəm ki, dostlar, 190 manatı 3-cü səfər verirlər yəni ki. Yəni yuxarıdan deyirlər ki, 3-cü səfər verdik 190 manatı. Mən sizə informasiya çatdırmaq istəyirəm, siz nə edirsiniz? Partlatdınız bütün poxu qarışdırdınız. Nə bilim, valla, mən sizə nə deyim? Burada deyirlər ki, bunlara xeyir yaramır. Bəzi insanlara da, yəni ki, hamını şey eləməyəcəm. Gözləyəm hələ, göndərin dostlar, istəkləri qəbul edirəm. Heç son, qaqaşəv sən döyüblər, mən kimdə döyənələ danışsın, mən kim döyüblər? Alo. Salam Beşikaya. Cürü sayıqa. Sən o səfərlə söhbətini deyim, nə oldu? Sözlərin arxasında deyəndə o, yəni projekt elədi səni. Necə? Yəni arxanda deyəndə o sözünün o olan səfər. Yox, heç belə bir şey deyim, ümumiyyətlə, o sözün arxası heç kim dayana bilməz. Geyib üzbəyiz vurardım, mən ağzını burnunu. Yaşından başına tam bura yiyib onu. Görürsən, qardaşım. Heç bir qarşında o. Belə pısmasın, qardaşım, mən sən yenə deyirəm. Mənim 21 milyon baxışım var, onun 100 mini mənim palibom istəmirdi. Mən bütün gün söhbətə çağıra. Durun, mən neyim, hamısını kim görüşüm. Heç nə, qardaş, boş verirsin, boş ver geçsin. Hər adamla görüşərsən belə pısmasın. Yox. Bas bir dənə maraqlı oydu bu. Heç bir şey var, öpürəm qardaşım. Sağ ol. Zevs Avyanı. Ben şöyle bir tane danışayım da, bir tane gedin orada oturun da. Bir tane gedin Hüseyin orada oturun. Göndərin dostlar, istəyər hamımız qəbul edirəm. Prosta, bax, yeni video atacağım inşallah sabah kanalıma. Prosta mən sizdən nə istəyirəm, sizə baş salam. Mən videonu yükləyən kimi like-dan zıplayın geçsin. Qoy bilsinlər ki, mənim arxamda adam var. Mən sizə güvənə videonu çəkirəm, siz də ki, mənə protest durursunuz. Tamam, nə ol? Düzdür, mənə protest duran yoxdur. Bəzi insanlardır, yenə deyirəm, yüzlənərək insanlardır, gizli şeylər yazırlar. Qoy yazsınlar da, mən hamısına fikir vermirəm ki. Mən öz yolumla gedirəm. Yardım istəyirsiniz? Bir dənə söz deyim, baba, yazıb ki, qaqaş, yardım elə. Yardım istəyirsən, 2-3 videodan sonra bir dənə yardım gələcək.
həyatımız adam olmayıb. O söhbətdir sizdə. Gündə mən gücü çağırsın. Nə olsun? Deyirlər, itürərəm, kərvan keçərəm, nə? Bayla bir tema. Takusesi vecimə də deyil. Dəstəyirsiniz də. Burada kimdir ki, nəsə pis yazın? Çatda bir dənə pis söz görməmişim mən. Zefsi Protgedən ancaq. Görürsün, qaqaş düz yazıb, öpürəm sənə. Qarpız paylaşan sən... Hə, indi bir dənə qulaq as. Adı nədir bunun? Doktor Akula. Sən buradan deyirəm ki, sən yaşayışı bitirən bir kantovka gedəsən, başqa deyişlə. Bax, gör, səylə layiqdir, bu söz. Salam əleykum, Murad. Öpürəm sənə, qardaşım. Çox sağ ol. Sən ətərsən. Zefsi əla videolar paylaşsa. Əla video paylaşsam qiymət verən yoxdur. Qiymət verən var, prosta 10% var ki, belədir də, yəni, məni qəbul elə canlıya 2 dəfə atdım. Göndər eləyək də. Göndər eləyək. Qəbul eləyək. Qəbul eləyək. Prosta hamısı Azərbaycan bayrağı qoyublar bu günlər. İndi şəhidlərimizə görə Allah rəhmət eləsin. Ona görə seçə bilmirəm, kimi seçəm. Ona görə də bütün Azərbaycan bayraqlarının hamısını seçəcəm. Yəni, narahat olun. Salam, necəsən? Salam qoyam, salam. Sağ ol, sən ətərsən. Qəşəng videolar çəkirsən. Sağ ol qoyam, çox sağ ol. Qaqa, bu qarpız videosunu nə deyə bilərsən? Qarpız videosu belə normal videodur da. Düşlərdəki kimi challenge-dır. Görürsən, amma bunu başa düşmürlər. Məni bu günlər aparmışlar, yəni ki, özün görübsən də videoda. Nədir, qarpız? Ellərinə baş qoşma, kef elə. Görürsən. Heç qarı, sözün qulluğun. Heç nə oldu, sağ ol, özünə yaxşı bax. Sağ ol, sən də yaxşı bax özünə. Yox, dostlar, fikir vermirəm. Yəni, prosto görürlər ki, bəzi insanları deyirəm. Tənqid edən insanlar var, ha, kommentdə. Görürlər ki, hə, Zefs qalxıb 260 min abunə, bir nömrə, nə bilim, trenddə 1-2. İstərsəməz arxamıza palaskat deyirlər, qaqa qiymət. Öpürəm sənə, qardaşım, çox sağ ol. Göndər dostlar, istəyən hamısını qəbul edəcəm. Monitora baxanda gözüm biraz güzel. Ata satdı səni. Görmüşəm, videolar çəkiblər. Bu Ata Abdullayev zat. Qoy çəksin də, mən yenə deyirəm, mən hərdən fikir vermirəm. Bəzi səhifələr Ata Abdullayev ya başqası bir şey çəkən kimi cumurlar olsun. Mən Allah çəkibsən, Allah razı çək. Hə, nə olsun? Neyniyəsin? Gəl qabağıma çıx denən də o sözü. Çək də, videoya sənə deyiləm. Buna fikir elədim. Hə, buna fikir elədim, mən sizə başa salam. Belə pis çıxmasın, mən Azurdan qabaq. PUBG videosu çəkməyəcəm ümumiyyətlə, yəni ki. Elə bir fikrim zadım yoxdur. Hə, belə bir şey deyim. Sözüm yarımçıq qaldı. Azur haqqında mən video çəkəndə mən tanınmırdım ki, başa düşmədim. Mən 200 mindən çox, çəkmədən qabaq mən tanınmırdım ki, 100 min abonem var idi. Plus da ki, belə bir şey deyim sizə.